Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 ilinə həsr olunmuş ədəbi bədii gecəmizi açıq elan edirik. Azərbaycan milli mədəniyyətini min bir ulduzlu göyə bənzətmək olar. Bu sönməz ulduzların arasında ən gün işıq saçanlardan, öz xətti, öz sözü olanlardan biri də Vaqifdir. Onun həmişə cavan poeziyası, şeir aşiqlərinin dilində ömür sürmüş, dama-dama bir yerə toplanmış, gördüyünüz bu ünvana gəlib çatmışdır. Şairi kimi tanınmış Molla Pənah Vaqif haqqında öz fikirlərini bizimlə bölüşmək üçün məktəbimizin ədəbiyyat müəllimi Əliyeva Rəfiqə müəllimi səhnəyə dəvət edirik. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 17 yanvar 2017-ci il tarixli sərəncamı ilə Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyini UNESCO xətti ilə keçirilməsi barədə sərəncam verir. Həmin sərəncamdan irəli gələn məsələlərə uyğun olaraq bütün məktəblərdə, idarələrdə, müəssisələrdə, institutlarda, ali məktəblərdə, yəni başqa yerlərdə bu barədə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Biz də həmin sərəncamı əlimizdə əsas tutaraq məktəbimizdə bugün gözəllik və məhəbbət aşiqi olan Böyük Molla Pənah Vaqifin yubileyini keçirməyi qərara aldıq. Görək Molla Pənah Vaqif özü kimdir? Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. İlk təhsilini atasından, Mehdi ağadan və Şəfi əfəndidən almışdır. Ərəb-fars dillərini mükəmməl öyrənmişdir. Və bu öyrənməyin sahəsində dövrünün bilikli və savadlı insanlarından biri kimi tanınmışdır. Və özünə Vaqif təxəllüsü götürmüşdür. Yəni, hər şeyi bilən, hər şeydən xəbərdar olan. Molla Pənah Vaqif əvvəlcə Qıraq Salahlıda məktəbdarlıqla məşğul olur və şeirlər də yazırdı o zaman. Yazdığı şeirlərini də xalq şeiri üslubunda, aşıq şeiri tərzində yazırdı. Elə o dövrdə onun şeirləri dillər əzbəri olmuşdu. Xalq tərəfindən sevilmişdi. Ancaq o illərdə Azərbaycanla Gürcüstan arasında baş verən münaqişələr nəticəsində bir çox ailələr
həmin kəndi tərk etməli olur. O ailələrdən biri də Molla Pənah Vaqifin ailəsi idi. Ailəsi ilə birlikdə əvvəlcə Gəncəyə, oradan da Qarabağa və nəhayət böyük mədəniyyət mərkəzi olan Şuşa şəhərinə gəlir. Şuşa şəhərində də məktəbdarlıqla məşğul olur və şeirlərini yazmağını davam etdirirdi. Molla Pənah Vaqifin saraya gəlməsinin 2 səbəbi var idi. Bir səbəb o idi ki, rəvayətə görə Molla Pənah Vaqifi İbrahim xan eşidir, İbrahim xan onun sorağını, onun hazır cavablığını, gələcəkdən xəbər verə bilməsini eşidir, onu saraya dəvət edir və o demişdi ki, gələcəkdə zəlzələ olacaqdı. Saraya dəvət edir, onun fikirlərini öyrənir, onun ağlına, hazır cavablığına heyran qalır və onu saraya dəvət edir. O gündən də Molla Pənah Vaqif İbrahim xanın sarayında, yəni Qarabağ xanı olan İbrahim xanın sarayında yaşayıb yaratmağa başlayır. Həm də əvvəlcə eşik ağası, sonra isə baş vəzir. Ömrünün sonlarına qədər baş vəzir vəzifəsində çalışır. Amma Molla Pənah Vaqif bir şair kimi daha çox tanınırdı. Xalq arasında sevilirdi. Onun incə ruhlu qoşmaları, gözəl qəzəlləri, gözəlləmələri xalq arasında çox yayılmışdı. Vaqif yaradıcılığını davam etdirərək xalqları birləşdirmək haqqında fikirlərini irəli sürmüşdü və buna görə də bu bəzi insanların xoşuna gəlmirdi. Yəni İran şahının məsələn xoşuna gəlmirdi onun bu xalqları birləşdirmək ideyası. Məhz ona görə də İran şahı Ağa Məhəmməd Şah Qacar Azərbaycana hücum edir 1795-ci ildə və Şuşa şəhərinə tərəf qoşunu yeridir, amma Şuşanı ala bilmir. Bu onun ürəyində qalır. Yəni o heyfi haçansa çıxmaq istəyirdi. Hətta Molla Pənah ona bir məktub da yazmışdı. O məktubu oxuyandan sonra o daha da qəzəblənir və intiqam hissi ilə yaşayırdı. Ağa Məhəmməd Şah Qacar keçir Gəncəyə, oradan da Tiflisə, Tiflisi odlara qalıyır və yenidən İrana qayıdır. 2 ildən sonra 1797-ci ildə yenidən o Şuşa şəhərinə gəlir, amma bu zaman Şuşada çox aclıq və qıtlıq baş vermişdi. Yəni, əhali biraz çətin vəziyyətə düşmüşdü. Bundan istifadə edən Ağa Məhəmməd Şah Qacar Şuşa qalasına daxil olur və Şuşa xanı İbrahim xan yaxın adamları ilə bərabər şəhəri tərk edib gizli yollarla Balakənə qaçır. Yəni, öz qaynının yanına qaçır. Amma Vaqif şəhərdən tərpənmir, elə orada da qalır. Ağa Məhəmməd Şah Qacar ölkəni Şuşa şəhərini fəth eləyir, fəth eləyəndən sonra elə həmin gecə öz köməkçisi tərəfindən öldürülür. Amma öldürülməmişdən qabaq o Vaqifi oğlu ilə bərabər zindana saldırmışdı. Çünki çox heyfli idi Vaqifdən. Onun o hazır cavablığını eşitmişdi, ona yazılan o məktubu oxumuşdu. Yəni bunlar tarixən olan şeylərdir, amma əsərlərdə də bunu göstərilir. Yusif Vəzir Çəmənzəminli Qan içində romanında, ondan sonra Səməd Vurğun Vaqif dramında bunların hamısını deməli ədəbiyyatımıza gətirmişdi bu hadisələri. Nəhayət ki, Qacar öldürülür yatağında, Vaqif zindandan azad olur və ölkədə hərcmərcilik baş verir. Artıq Qacarın ordusu geri çəkilməyə başlayır. Sərkər öldürülübdür, Şuşaya gəlsin, daxil olsun. Bundan istifadə edən Məhəmməd bəy Cavanşir, İbrahim xanın qardaşı olur. Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ keçirir və birinci olaraq əmisinin yaxın adamlarını həbs etdirib, o cümlədən Vaqifi də yenidən həbs etdirib zindana saldırır. Vaqif vəziyyəti belə görəndə İbrahim xanı bir məktub yazır. Və bu məktubda qeyd edir ki, Qacar öldürülübdür, özünü çatdır. Çox təəssüflər olsun ki, bu məktubu gizli şəkildə aparan kəndli də tutulur və Məhəmməd bəyin yanına gətirilir. Bu da lap qəzəbləndirir Məhəmməd bəy Cavanşiri. Nəhayət Vaqifin ölümünə fərman verir. Onu oğlu Əli bəylə bərabər artıq öldürməyə aparırlar. Bir rəvayətdə deyilir ki, oğlu Əli bəylə gedəndə Vaqif onları tərraşlar aparırlar. Əli ağa deyir, bizi də o göndərdiyimiz adamların yanına göndərəcəklər. Yəni, buna istehsal edirdi. Əlbəttə, vəzir də, Vaqif də vəzir idi. Görünür, o cəzalandırılmış adamlara bunun da iştirakı olubdur. Vaqifi beləliklə bütün ömrü boyu xalqına xidmət edən, gözəl şair, ictimai xadim Vaqifi oğlu Əli ağa birlikdə Xəzinə qayasından atdırır.
Şuşada bir qala var, çox hündür bir qayadır, xəzinə qayası deyirlər ona. Həmin xəzinə qayasından atdırır, faciəli şəkildə Vaqif həlak olur. Amma xalq Vaqifi çox böyük hörmətlə dəfn edir. Hətta onun qəbri üstündə bir məqbərə də tikdirir. Məhəmməd bəy Cavanşir Vaqif öldükdən sonra onun evini talan etdirir, onun əl yazmaları zadı hamısı demək olar ki, yandırılır. Amma onun əsərləri xalqın hafizəsində yaşayan o gözəl qoşmaları, qəzəlləri sonradan toplanılır, çap etdirilir. Mirzə Fətəli Axundzadə, bizim böyük dramaturqumuz, deməli, onun əsərlərini toplatdırır və Alman alimi Adolf Berjeyə təqdim edir. Adolf Berje onun əsərlərini Leipzigdə, yəni Almaniyanın Leipzig şəhərində çap elətdirir, şeirlərini. Sonradan Sovet dövründə Səlman Mümtaz, Həmid Araslı və başqaları Vaqifin əsərlərini dönə-dönə çap elətdirirlər. Vaqifin böyüklüyü ondadır ki, Vaqif əruzu çox əsirlik, əruz vəznində yazılmış şeiri, elə bil ki, o şeiri son qoydu. Yəni, öz əsərlərlə xalqa yaxın olan bir dildə yazmağa başladı. Aşıq şeiri üslubunda yazmağa başladı. Bax, bu da ədəbiyyatımızda bir yenilik idi. Yəni, yeni dövrün, intibah dövrünün ən gözəl, ən böyük şairi Vaqif sayıla bilər. Xüsusən 18-ci əsri Vaqif əsri adlandırırlar. Çünki Vaqif ədəbiyyatımıza çox yenilik gətirmişdir. O incə ruhlu gözəl qoşmaları ilə, o tərənnüm etdiyi gözəlləri o qoşmalarda elə tərənnüm edirdi ki, onun daxili və xarici gözəlliyi bir-birini tamamlayırdı. Sonra o qəzəllərində ərəb-fars sözləri işlədirdi Vaqif o qəzəllərində, amma onları elə işlədirdi ki, elə uyğunlaşdırdı ki, Azərbaycan dilinin qayda qanunlarına. Yəni, onları oxuyanda heç hiss eləmirdim ki, burada ərəb-fars tərkibləri işlənibdir. Bax, beləliklə Vaqifin çox gözəl əsərləri yaranmağa başladı. Bütün ömrü boyu Vaqif yazdığı əsərlərində nikbin bir ruh duyulurdu Vaqifin əsərlərində. Çünki o nikbin şair idi. Ömrünün sonlarına qədər o nikbin yaşamışdı. Amma ömrünün sonlarında onun başına gələn o hadisələr, Azərbaycanda baş verən o hadisələr şairi çox təəssüflər olsun ki, ömrünün sonlarında çox sarsıdır onun başına gələn o hadisələr. Bundan sonra özünü görmədim müxəmməsini yazır. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim. Beyətü, iqrar-ı, iman-ı, dəyanət görmədim. Bax, belə ruhda şeirlər yazırdı o. Artıq ümidini Allaha bağlayırdı. Beləliklə də Vaqif ömrünün sonlarında o gözəl, o nikbin şair, o həyat sevər insan ömrünün sonlarında çox bədbinliyə qapılır. Şairin yaradıcılığı haqqında mən danışmayacağım çox. Yəni, uşaqlarımız o haqda məlumat verəcəkdir. Yəni, sadəcə olaraq həyatı haqqında o məlumatları sizə bir daha çatdırdım. Orta məktəblərdə keçilir bu. Vaqif, neçə illərdir bunu keçirik, biz tədris edirik. Bu gözəl şair, bu unudulmaz şair əlbəttə illər, əsrlər keçdikcə Vaqifin poeziyası həmişə təzədir, həmişə təravətlidir, həmişə xalqımızın qəlbində əbədi yaşayacaqdır. Nə qədər Azərbaycan xalqı var, onun poeziyası da seviləcək və yaşayacaqdır. Diqqətinizə görə sağ olun. 18-ci əsr şeirinin hər iki səciyyəvi qolunu, klassik şeiri və aşıq tərzini üzvü şəkildə öz yaradıcılığında birləşdirən Molla Pənah Vaqif Azərbaycan poeziyasına yeni nəfəs, yeni üslub gətirmişdir. Molla Pənah Vaqifin yaradıcılığının əsasını xalq aşıq şeir tərzində yazdığı əsərlər, qoşmalar, təznislər təşkil etsə də, lakin şairin klassik janrlarda yazdığı qəzəllər, müxəmməslər, müstəzadlar da az deyildir. Realist şeirin üç nümunələri onun adı ilə bağlıdır. Vaqifin yaradıcılığının əsas mövzusu qadın gözəlliyinin tərənnümüdür. O qadın gözəlliyinə ilahi məzmunu vermir, panteist sufi düşüncədən tamamilə uzaqdır.
Yeni dövrün böyük sənətkarı Nikbin əhval-ruhiyyəli qoşmalarında konkret gözəlləri, qadın gözəlliyinin konkret əlamətlərini təsvir, tərənnüm edir. Bu təbiilik o həddə çatır ki, şair həmin gözəllərə öz adları ilə müraciət edir. Qoşmalarında gözəlləri Pəri, Zeynəb, Fatimə, Yetər adlandırır. Məktəblərin təqdimatında həmin qoşmaları dinləyək. Çıxış edir Mərmər, Şəbnəm, Emilya. Buy verir, hər yuyub sərəndə həvaya Zeynəb. Onun ətri dimağından üzməsin, əmanət et bad-i səbaya Zeynəb. Qaşaq əsmə, gözə sürmə çəkəndə, siyah xülfü dalgərdana tökəndə, sallanıb bankəklik kimi səkəndə, oxşarsan yaşılbaş sonaya Zeynəb. Səni sevən çox bəlaya tuş olur, əql gedir başdan, fəramuş olur. Avazın gələndə can bihuş olur, qurbanam o nazik səbaya Zeynəb. Yanağı laləsən, qaməti dalsan, ağzı şəkər, dili, dodağı balsan, sanasan ki, yorğun vəhşi maralsan, olubsan yaraşıq obaya Zeynəb. Sənsən padişahı, xanı Vaqifin, əqli, huşu, din imanı Vaqifin, həsrətindən çıxdı canı Vaqifin. Nə olur ki, gələsən buraya Zeynəb. Boyun sürahıdır, bədənim billur, gərdanın çəkilmiş minadan pəri. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. İxtilatın şirin, sözün məzəli, şəkər gülüşündən canlar təzəli. Ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan anadan pəri. Üz yanında tökülübdür tel nazik, sinə meydan zülf pərişan bel nazik. Ağız nazik, dodaq nazik, dil nazik, ağ əllərin əlvan hənadan pəri. Aftısı olmuşam sən tək maralım, xəyalımdan çıxmaz hərgiz xəyalın. Ənliyi, kirşanı, neylər camalın, sən elə gözəlsən binadan pəri. Günəş təki hər çıxanda səhərdən, alırsan Vaqifin əqlini sərdən. Duaçınam, salma məni nəzərdən, əksik olmayasan sənadan pəri. Sığallanıb, sığallanıb siyah zülf, nə gözəl düşübsən üzə Fatimə. Can alırsan yenə, bu nə sürmədir, çəkibsən ol xumar gözə Fatimə. Mən mailəm sənin zənəxdanına, həlqə zülfü pərişanına. Cavahirlər xərc eylərəm şanına, əgər müştəq olsan sözə Fatimə. Eşqin atəşidir məni əridən, can üzüldü baxa-baxa geridən. Dönmüşəm mələkdən, tamam pəridən, Vaqifəm, sevmişəm təzə Fatimə. Görkəmli şairi şeirlərinə bir çox sənətkarlarımız musiqi bəstələmişlər. İndi isə həmin mahnılardan biri olan Durnaları 10-cu sinif şagirdi Aygünün ifasında dinləyək.
təsənnüm etdiyi gözəllər Azərbaycanın saray xanımları, el qızlarıdır. Bəzi qoşmalarında tərif etdiyi gözəlin adını çəkmir, şair yenə də konkretlikdən uzaqlaşmır. Həyası üzündə, ağlı başında olan bu gözəllər şairin əsas ilham mənbəyidir. 8-ci sinif şagirdlərinin bu mövzuda olan qoşmaları təqdim etmək üçün səhnəyə dəvət edirik. Xəncər kipriyin gündə olur 100.000 qan qabağında. Xumar baxan ola gözlərin, gərəkdir verəsən can qabağında. Qaşın qabağından sığalı bir çək, sayə salmış üzə şöylə mübarək. Amma iki dəstə tərbən övşətək, qoymuş al yanağının yan qabağında. Zülfündən qoxuşar güllü reyhanlar, qurban hər moyinə 100.000 cavanlar. Pişvazına gəlir huri qılmanlar, məlayik durmuşlar san qabağında. Vaqif qurban zənaxtanın cahinə, şirin gülüşünə, xoş nicahinə. Qul olsam belə xublar şahinə, durarsan hər axşam dan qabağında. Ey maral baxışlı, sona sığallı, nə gözəldir səndə o qara tellər. Kəmənd kimi tökülübdür gərdənə, dönübdür sərasər şahmara tellər. Sənə sığal verib əcəb tər düşüb, hörülüb qəddi ilə bərabər düşüb. Sanasan mələkdən balü pər düşüb, düzülüb dalında qatara tellər. Bənəfşədən tazə, sümbüldən gözəl, ötüb ucu düşüb o beldən gözəl. Heç tel görməmişəm bu teldən gözəl, olmayıbdır belə aşkarə tellər. Sənə heyran olub xalqın çoxusu, görənlərin kəsilibdir yuxusu. Müşkü ənbər kimi gəlir qoxusu, dönüb Çindən gələn əttarə tellər. Zülflərini çin-çin qoyub üzəsən, sallan sərxoş seyrana çıx düzəsən. Sən gərəkdir Vaqif ilən gəzəsən, görünməyə hərgiz əğyarə tellər. Bir bölük yaşılbaş sonalar kimi yığılıb gəlibdir qazağa qızlar. Ayna qabağında qaraqaş ucu endirib gətirmiş qulağa qızlar. Hər birində minə gərdan nazik bir, sizə qurban tamam ölkə, tamam el. Gülab ilə sığallanmış qara tel, xub yaraşmış bəyaz buxağa qızlar. Qəmzə kaman müjgan xələn göz ala, yüz qan olur əyri baxsan hilala. Sözləri qənd, ağızları piyala, şəkər əzmiş dilə dodağa qızlar. Ey ağalar necə sitam etdilər, Vaqifin canını çox incitdilər. Yenə durub qatarlaşıb getdilər, sözlərin qoydular qırağa qızlar. Bir vəfasan, səndən üz döndərmişəm, yalancıya, iqrara baxmaram. Səni ox kirpiyə həsrət qoyaram, bağrın olsa para-para baxmaram. Harda görsən bir sevgili kimsənə, İstər ki xəyalın tez ona dönər. Mənim yarım gərək baxa bilmənə, qeyrimizə baxan yara baxmaram. Niqab çəkib üzə xalı gizlərəm, siyah zülfü, rəngi alı gizlərəm. Qönçə təki gül camalı gizlərəm, sallam səni ahizarə baxmaram. Bulut zülflü, ay qabaqlı gözəlin, durub qan başına dolanmaq gərək. Bir evdəki belə gözəl olmaya, o ev bərbad olub talanmaq gərək. Əndamı
gözü mərmər, siyah zülfü qamətinə bərabər, qoynu iti, güya müşkülü ənvər, bastığı torpağı yalanmaq gərək. Sərxoş durub sarayından baxanda, ağ gərdənə həmalilər taxanda, gözə sürmə, qaşa bəsmə yaxanda, canım eşq oduna qalanmaq gərək. Çıxa sarayından camal tək, xişmə gələ, gəh-gəh-gəhli olan tək, şahmar zülfü, dal gərdəndə ilan tək, hərdən tərpənəndə bulanmaq gərək. Gözəl boylu, gözəl xoylu, gözəl yar. Nə gözəlsən, geyinibsən, ağlısən. Gözəl gözün hərdən qıya baxanda, gözəl canı, gözəl təndən alsan. Gözəl qamət, gözəl gərdan, gözəl üz. Gözəl olmaz, sən tək olsa gözəl üz. Gözəl canı, munca yetər gözəl üz. Gözəl deyil, etmə gözəl, ağlı sən. Gözəl durub, gözəl gəzib, gözəl bax. Gözəl kəlban, sal boynuma gözəl bax. Gözəl seyri kəşf eləyib, gözəl bax. Gözəl tər budaqdan, gözəl ağlısan. Gözəl saqi, gözəl tutub, gözəl kəs. Gözəl doğra, kabab bağrım, gözəl kəs. Gözəl canan, gözəl adam, gözəl kəs. Bir gözəl kimsənin, gözəl ağlısan. Ey cavan qız, məndən belə gəzməcin. Mən sənin üzündə xalı sevmişəm. Bənd olmuşam şirin, şirin sözünə. Şəkər dodağında balı sevmişəm. Üzün ağ dəyirmi, gözün məstana. Baxışın bağrımı döndərdi qana. Ağzın sədəf, dişlərindir dürdana. Əcayib cəvahir ləli sevmişəm. Qaşların çəkili yaylara dönür. Ağlaram göz yaşım çaylara dönür. Bəzənir illərə, aylara dönür. Canlar alan bir maralı sevmişəm. Çox gözəlsən, amma xoyundur yaman. Baxmazsan üzümə mənim çox zaman. Vaqif deyir sənin əlindən aman. Mən biçarə nə havalı sevmişəm. Vaqif qoşmalarında yalnız gözəlləri və qadın gözəlliyini tərənnüm etmir. Bir sıra ictimai məsələlərə də toxunur. Şairin qələmə aldığı bir neçə şeirində dövrdən, zəmanədən şikayət, narazılıq açıq şəkildə özünü göstərir. Vaqifin ictimai motivli şeirlərini təqdim etmək üçün Nübar, Namil və Çinarənin səhnəyə dəvət edirik. Yaşılbaş sonası hayır ki yoxdur. Ucu tər cığallı siyah tellərin hərdən tamaşası hayır ki yoxdur. Qış günü qışlağı qıraq basanın, gözüdür aranın cümlə cahanın. Belə gözəl yerin, gözəl məkanın, bir gözəl ovası hayır ki yoxdur. Elə gözəl var bunların içində, ələ düşməz hər qızçin matində. Söyləyən, oynağan, dürüst biçimdə, bəzəyi, libası hayır ki yoxdur. Ucu əşrəfili bulud kimi saç, dal gərdəndə hər hörgü bir qulac. Kəlağayı əlvan, əsabə qıyğac, altından cınası hayır ki yoxdur. Zər haşiyə al nimtənə üstündə, xallar üz yanında çənə üstündə, buxağın altında sinə üstündə, zülfün vurulması hayır ki yoxdur. Ayna tutub hərdən camal görməsi, zülfə, zənəxdana sığal verməsi, sər ala gözün siyah sürməsi, əlinin hənası hayır ki yoxdur. Vaqif haqdan dilər lütfü kərəmlər, belə yerdə qalan
vallah vərəmlər, yenə yada düşdü bizim sənəmlər. Getməyin binası hayır ki yoxdur. Bayram oldu, heç bilmirəm neyləyim. Bizim evdə dolu çuval da yoxdur. Düyü ilə ya hamı çoxdan tükənmiş. Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik, şükür bəndə. Bir söz desən dahi qoymazlar kəndə. Xalq batıbdır, noğla şəkərə qəndə. Bizim evdə axda zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, nə də evdə sahib camalımız var. Vaqif, öyünmə ki, kamalımız var. Allaha şükür ki, kamal da yoxdur. Bir zaman havada qanat saxlayın. Sözüm vardır mənim sizə durnalar. Qatarlaşıb nə diyardan gəlirsiz? Bir xəbər versəniz bizə durnalar. Sizə müştaq durur Bağdad elləri. Gözləyə-gözləyə qalıb yolları. Asta qanat çalın qafil telləri. Heyifdir salarsız düzə durnalar. Xeyli vaxtdır yarın fərağındayam. Pərvanə tək hüsnün çırağındayam. Bir ala gözlünün sorağındayam. Görünürmü görün gözə durnalar. Mən sevmişəm ala gözün sürməsin. Bəd nəzər kəsibsən ziyan verməsin. Saqın gəzin laçın gözü görməsin. Qorxuram səhvinizi poza durnalar. Nazənin edərsiz avaz. Ruhlar tazələnir olur sərafraz. Vaqifin də könlü